Növbəti xəbərimiz də Mingəçevirdən olacaq. Bu şəhərdə yeni tipli piyada keçidi quraşdırılıb. 220 voltla işləyən piyada zolağı yağış sularına da davamlıdır. Dekabr ayından Mingəçevir şəhərində yeni tipli piyada keçidi fəaliyyət göstərir. Bu keçid şəhərin mərkəzində Heydər Əliyev prospekti ilə Axundov küçəsinin kəsişməsində quraşdırılıb. 220 voltla işləyən piyada zolağı elektrik enerjisini keçidin yanında quraşdırılan elektrik dirəyindən alır. Eyni zamanda yerdə quraşdırılmasına baxmayaraq yağış sularına da davamlıdır. Piyada zolağının üzərində yaşıl və qırmızı rəngli işıqlar quraşdırılıb. Məqsəd nəqliyyatın təhlükəsizliyini daha yaxşı təmin etməkdir. Məsələn, qırmızı rəngli işıq sürücülərin avtomobilləri saxlayıb piyadalara yol verməsi üçündür. Sürücülər deyirlər ki, bu tip piyada keçidləri onların işini asanlaşdırır. Gecə saatlarında qaranlıq yolla hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri yol kənarlarında olan həmin piyada keçidlərinə baxıb hərəkəti tənzimləyirlər. Piyada keçidləri çox qəşəkdir, əladır, yəni riayət eləmək lazımdır sadəcə olaraq. Rənglər çox qəşəkdir ki, keçiddir də, bu sakinlər də keçəndə eləyəndə görürlər, şoferlər də üçün normaldır. İşıq keçidləri çox gözəldir, hamı görür, gecə də lap gözəl görsənir. Mingəçevirdə gələcəkdə belə piyada keçidlərin sayının artırılması planlaşdırılır. Xatırladaq ki, bir müddət öncə paytaxt Bakıda da Murtuza Muxtarov küçəsi ilə Nigar Əfibərli küçəsinin kəsişməsində xüsusi işıqlandırılmış piyada keçidi quraşdırılıb. Elnar İbrahimova, Elşən Əhmədov, Mingəçevir.